Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivi 50V ünvanında qanunsuz qeyri-yaşayış obyekti inşa olunur. Newsaza daxil olan məlumatda iddia olunur ki, iki marketin arasında yerləşəcək üçüncü obyekt yol infrastrukturunu da pozur. Abbas Fətullayev küçəsi ilə yaxınlıqdakı yaşayış binalarını əlaqələndirən yol bağlanır. Ərazidə işlər necə deyərlər, şıdırğı az qala gecələrdə gedir. Aşkar hiss olunur ki, obyekti tikdirən tələsir yaxud tələsdirirlər. Xatırladaq ki, Xətai və Suraxanı ərazisinə düşən Abbas Fətullayev küçəsi 4 il əvvəl əsaslı şəkildə təmir edilib. Görülən işlərin yol tərəfdən nəzəri cəlb etməməsi üçün sahənin kənarına faner lövhələr söküblər. Bununla belə fanerlərin arxasında tikilən obyektin özülü üzərində ucaldılmış karkas direklər görünür. Axı cidanı çuvalda gizlətmək olmaz. Media həmişə həssas yanaşmış Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev də yəqin bundan sonra məsələdən xəbər tutacaq və xatırlayacaq ki, Sələfi Əziz Əzizovun ünvanına deyilən tənqidlərin əksəriyyəti məhz rayon ərazisində qanunsuz tikililərə rəvac verməsi ilə bağlı idi. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.